kişilər də bəzən bu qadın söhbətinə gedirlər. Valla qadınların heç bir günahı yoxdur. Nə o kişinin arvadının, nə kişinin üzr istəyirəm gəzdiyi qadının. Bu kişinin boğazına zəncir bağlayıb zorla kimsə gətirmir ki o qadının yanına. Yox. Günah deməli kişidədir də. Bu ailəni qoruyub saxlaya bilmirsə, bu ailə buradan qalxır ayağa, o xanımın üzərinə, o xanım buradan, ya sən elə eləməlisən ki, heç olmasa ailən bilməsin, ailəvə dəyər verməlisən, hörmət eləməlisən. Əgər bir xanıma kömək eləmək istəyirsənsə, o vaxtı dində də var ki, bir kişinin 4 həyat yoldaşı olmağa icazə var. Mən indi ruhani olmadığım üçün, mömin olmadığım üçün çox bunlara girə bilmirəm, amma eşitdiyimə görə dində icazə var. Bir kişinin 4 arvadı olmalıdır. Amma indiki zamanda qəbullanmazdı da. Sən 3-cü, 4-cü arvad olmağa razı olarsanmı? Yox. Mən yaşımın elə bir yerinə gəlib çıxmır. Cavandırsan və kimsə gəldi, mən evliyəm, səni də alacam. Mən dedim, mən möminə deyiləm, ruhani deyiləm. Gərək ki, mən o dinin içinə girim, ondan anlayışım olsun, bəlkə qəbul eləyim, mən bilmirəm, axı o dində Allah nə buyurub, mən bilmirəm. Bu günləri bizim savadsızlığımızdan da irəli gəlir ki, biz o boyda böyük qısqanclıqlar eləyirik. Amma bəlkə də Allah dərgahında savabdır, elə bu kişinin imkanı var, ailəsi də yaxşı baxır. Mən bir söz deyim. Amma kənarda da bir xanıma ərsiz, mən xəyanət edən kişilərə heç vaxt demirəm ki, düz eləyiblər. Çünki bir qadın gözü yaşlı qalır. Amma bir qadın da özünə dəyər verməlidir. Əgər görürsə ki, nə olsun ki, balalarım böyüdü, mən mütləq məcburam oturum ki, mənim balalarım böyüdü, o məni bədbəxt eləsin. Mən görüm, ərim gedib İtaliyada, Fransada başqa bir müğənni ilə ya da həkimlə, tek müğənnilərdən söhbət ki, mən müəllimələr tanıyıram ki, əri ola da, yəni ki, var, bəziləri də, həkimdə də var, bu tek müğənnilərdə deyil, ha. Müğənnilərin nə epizdə, onlar üzdədirlər. Onlar efirdə göstərirlər. Və bu günləri mən düşünürəm, bir qadının qadın qüruru varsa, o ya kişiyə özünü sınmış kimi göstərməz. Balalarını böyüdər və xoşbəxt olar onlarla. Və ya da ki, bir qadın əgər görürsə ki, bütün sosial şəbəkə bunu paylaşıb, nə bilim, burada bir stop deməlidir də, başa düşürsə, burada iki bıy variantı yoxdur. Bir ailənin dağılmasının qarşısını almaq lazımdır, bəli. Olmaz, başqasının ailəsinin bədbəxtçiliyində özün xoşbəxtçiliyi ay, sağ ol. Yəni ki, qarşı tərəfdə haqlı olmazsa, bu günləri hamı çıxır deyirik, biz ağdan, valla heç kim ağ qaşıqdan çıxmış deyirik, hamının bir balaca deyirik, dünyada ən şirin şeyləri kişmişdir, onun da bir balaca bir çubuğu var yanında, yəni onun da bir ayıbın çubuğudur. Ona görə gəlin efirdə etdiyimiz söhbətləri, naftalinləri təzdən insanların yadına salmayaq. Ona görə də gəlin müğənniləri hansılar ki, ailə məclislərinə gedir, toylara gedir, onları alçatmağa o qədər də meyilli olmayaq efirdə ki, filan kəs mən namusluyam, mən namus ağacı heykəliyəm mən. Amma o namussuzdur. Bir dəqiqə, müğənniləri niyə bayraq eləyiblər ki? Valla, kənarda elə ailəli qadınlar tanıyıram ki, gizli telefon işlədirlər. Nə müğənnilərin üzərində düşmüş? Elə qeyrətli müğənnilərimiz var ki bizim. Bir yaşa görə bütün quru yanır. Özünə hörmət eləyən xanım müğənnilərimiz var. Var. İfaçılarımız var, ailələrinə hörmət eləyən, bəli. Bu sferadan kənarda bilirsən nələr baş verir? Ailəli qadın tanıyıram mən, ərinin xəbəri yoxdur, uşağı qonşunun ərindəndir. Hər kəs getsin, məncə öz, necə deyim ki, pis çıxmasını. Hələsi ki, öz həyatı ilə məşğul olsa daha yaxşı olar. Bəli, hər kəsin vardır bir quyruğu.